1977-ci ilin payızından etibarən Güney Azərbaycanda da bir sıra çıxışlar baş verdi. 1977-ci il dekabrın 12-sində Güney Azərbaycanda milli hökumətin yaranmasının il dönümü günü münasibətilə tələbələrin geniş çıxışı oldu. Təbriz Universitetinin müəllimlərindən bir qrupu onlarla həmrəy olduqlarını bildirdi. 1978-ci ilin yanvarında Qum şəhərində də konstitusiya prinsiplərinə, qaydalarına əməl olunması, şah rejiminin ləğv edilməsi tələbləri ilə nümayiş keçirildi. Növbəti çıxış zamanı polis nümayişçilərə atəş açdı, onlarla ölən, yüzlərlə yaralanan oldu. Qumdakı hadisələrin 40-cı günü fevralın 18-də Təbriz şəhərinin din xadimlərinin əhaliyə müraciəti Təbrizliləri ayağa qaldırdı. 100 min nəfərin iştirak etdiyi yürüyüş baş verdi. Etiraz nümayişi mövcud quruluşa qarşı üsyana çevrildi. Ordu hissələrinin şəhərə yeridilməsi əhalini qəzəbləndirdi. Hökumət idarələri, banklar, mehmanxanalar, kinoteatrlar dağıdıldı. 18 fevral üsyanı tarixə 29 bəhmən üsyanı adı ilə daxil oldu. Üsyanda ziyalılar, tələbələr, ruhanilər, sənətkarlar, xırda tacir və sahibkarlar, fəhlələr, məktəb şagirdləri iştirak edirdilər. Təbriz üsyanında o zaman İranda gizli fəaliyyət göstərən İran Xalq Fədailər Təşkilatı və Xalq Mücahidləri Təşkilatının üzvləri də fəal iştirak edirdilər. Xalq mücahidlərinin rəhbərlərindən olan Musa Xiyabani, Şeyx Məhəmməd Xiyabaninin nəvəsi onların cərgəsində idi. Təbrizdəki polis və ordu hissələrinə etibar etməyən şah, fevralın 19-da Təbrizə başqa şəhərlərdən əlavə nizami hərbi dəstələr göndərdi. Lakin qüvvələr bərabər olmadığından üsyan qəddarlıqla yatırıldı. Təbriz üsyanının əsas hədəfi şah idarə üsulu və geniş şəkildə təbliğ olunan qərb həyat tərzi idi. İnqilab dövründə şaha ölüm şüarı kəskin şəkildə ilk dəfə məhz Təbriz üsyanı zamanı səsləndi. Anti-şah və anti-imperialist hərəkat olan 1978-1979-cu illər İran inqilabının sosial-siyasi mahiyyətini əslində elə 29 bəhmən üsyanı müəyyən etmişdi. Bu mənada Təbriz üsyanını İran inqilabının bir növ modeli hesab etmək olar. Təbriz üsyanı İranın siyasi və sosial həyatına böyük təsir göstərdi. İranda baş verən inqilabı çıxışlar dalğası tədricən bütün ölkəni bürüdü. Təbriz üsyanı Pəhləvi monarxiyasına zərbə vuran ilk xalq çıxışı idi. Təbriz üsyanından sonra mühüm çıxışlar 1979-cu il martın 29-u 30-unda Tehran, İsfahan, Məşhəd, Əraq, Qum, Təbriz, Zəncan və başqa şəhərlərdə də baş verdi. May ayında baş vermiş çıxışlar İranın 20-dən çox şəhərini əhatə etdi. Güney Azərbaycanın şəhərləri, xüsusilə Təbriz, İranda inqilabın geniş vüsət almasında həlledici rol oynadı. Həmin ilin sentyabrında inqilabın ikinci mərhələsi başlandı. Ölkənin bütün əsas sosial təbəqələri hərəkata qoşuldular. Sənaye fəhlələrinin ən çox mərkəzləşdiyi Tehran, İsfahan və Təbrizdə hərəkat daha geniş miqyas aldı. İlk çıxışlar sentyabrın 7-sində ölkənin 12 şəhərində, o cümlədən Təbrizdə başladı. Hərbi vəziyyətin elan olunması etiraz nümayişlərini daha da kəskinləşdirdi. Sentyabrın 8-də cümə günü nümayiş iştirakçılarının güllə baran edilməsi də onları öz yolundan döndərə bilmədi. Bu qanlı cümə günü əhalinin şaha qarşı qəzəbini daha da artırdı. Getdikcə genişlənən hərəkata neft sənayesi fəhlələrinin qoşulması inqilabı prosesin inkişafında böyük rol oynadı. Neftçilərin noyabr ayında həftəlik, daha sonra isə 1978-ci ilin dekabrından 1979-cu il fevralın əvvəllərinədək davam etmiş fasiləsiz ümumi tətili Məhəmməd Rıza Pəhləvi hakimiyyətinə ağır zərbə vurdu və inqilabın taleyini həll etdi. Güney Azərbaycanda Təbriz, Ərdəbil, Marağa, Urmiya, Cülfa, Zəncan, Həştrut, Şahpur və başqa şəhərlərdə tətil və nümayişlər ara vermirdi. İnqilabın gedişində həm hərəkat rəhbərlərinin şah getməlidir təkidli tələbi, həm də sayı milyonları ötmüş inqilabçıların təzyiqi nəticəsində öz gücsüzlüyünü görən şah nəhayət 1979-cu il yanvarın 16-sında İrandan qaçdı.
İran əhalisi bu xəbəri böyük sevinclə qarşıladı. Beləliklə 1979-cu il fevralın 11-də Tehranda qələbə çalan inqilab fevralın 16-sında Güney Azərbaycanda başa çatdırıldı. 1978-1979-cu illərin İran inqilabı dövründə Azərbaycanlılar 25 min nəfərə yaxın qurban verdilər. İnqilabın lideri Ayətullah Xomeyni və tərəfdarları ümumxalq rəy sorğusu ilə 1979-cu il aprelin 1-də İran İslam Respublikası elan etməyə nail oldular. İnqilabda çox fəal iştirak etmiş Azərbaycanlılar şahlıq idarə üsulunun devrilməsi ilə İnqilabın birinci mərhələsini bitmiş hesab edir, İnqilabın milli demokratik istiqamətdə inkişafını gözləyirdilər. Lakin bu baş vermədi. Yeni hökumət, torpaq, işsizlik məsələsini həll edə bilmədi. Geniş kəndli kütlələri ədalətli torpaq islahatına, çoxsaylı işsizlər ordusunun işlə təmin olunacağına ümid bəsləyirdi. Lakin İran İslam Məclisi torpaq islahatı haqqında qanunu qəbul etsə də, sentyabr 1981-ci il dövlət bu qanunu həyata keçirməkdə aciz oldu. Çünki islahata şamil olunan torpaq sahələrinin çoxu varlı ruhanilərin, məclis vəkillərinin, yüksək vəzifə sahiblərinin mülkiyyətində idi. Məhz bu səbəbdən İran İslam Respublikası rəhbərliyi ölkənin həyatında əsas sosial bəlalardan biri olan işsizlik problemini də həll edə bilmədi. İnqilabın qələbəsindən sonraki ilk illərdə iqtisadi durğunluq keçirən ölkə yavaş-yavaş bu vəziyyətdən çıxdı və İran-İraq müharibəsini 1980-1988-ci illər vurduğu iqtisadi yaraları sağaltmağa başladı. Güney Azərbaycanda sənaye və kənd təsərrüfatının inkişafında müəyyən canlanma yarandı. Burada neft ayırma, traktor, maşın qayırma zavodları, xalça, qənd, tütün, toxuculuq trikotaj fabrikləri və sair kimi yüzlərlə yüngül sənaye müəssisələri fəaliyyət göstərirdi. İstehsal edilən məhsullar qismən İranın digər rayonlarına ixrac olunurdu. Lakin kənd təsərrüfatında ağır vəziyyət Azərbaycan kəndlərinin boşalmasına gətirib çıxarmışdı. Nəticədə ümumən ölkənin kənd təsərrüfatı məhsulları istehsalı balansında Azərbaycanın yeri və rolu getdikcə tənəzzül edirdi. Azərbaycan türklərinin böyük əksəriyyəti bərabərlik və demokratik azadlıqlar verilməsini, milli hüquqların yüksək səviyyədə təmin edilməsini gözləyirdilər. Bu tələblər yeni konstitusiyanın müvafiq maddələrində az-çox öz əksini tapsa da, çoxu kağız üzərində qalmışdı. Azərbaycan türkləri üçün ən ağrılı məsələ milli dilin statusunu müəyyən edən əsas qanunun 15-ci maddəsi idi. Digər yerli dillərin fars dili ilə yanaşı mətbuatda, kütləvi informasiya vasitələrində və məktəblərdə milli ədəbiyyatın tədrisində işlənməsi azad elan edilsə də, Güney Azərbaycan məktəblərində bu həyata keçirilmədi. Bununla belə Azərbaycan türkləri İran İslam Respublikasının ictimai, siyasi və mədəni həyatında mühüm rol oynayırlar. İran İslam Respublikası rəhbərlərinin milli mədəniyyətlərinin inkişafı yolunda yaratdıkları əngəllərə baxmayaraq, Azərbaycan türkləri qanunla verilmiş, məhdud və nisbi hüquqlardan öz milli mədəniyyətlərinin inkişafı üçün məharətlə bəhrələndilər. İnqilabın qələbəsinin ilk günlərindən başlayaraq Güney Azərbaycanda, xüsusən Təbrizdə və əhalisinin yarıdan çoxunu Azərbaycanlılar təşkil edən Tehranda Azərbaycan türkçəsində qəzet və jurnallar nəşr edilməyə başladı. Bunlardan Təbrizdə Odlar Yurdu, Ulduz, Araz, Sərabda Vətən uğrunda, Tehranda Azadlıq və başqa qəzet və jurnalları xüsusi olaraq qeyd etmək olar. Bunlardan yalnız Doktor Cavad Heyətin buraxdığı Varlıq jurnalı uzun ömürlü oldu. Güney Azərbaycanda və Tehranda yaranmış bir sıra mədəniyyət ocaqları Vahid Azərbaycan mədəniyyəti ideyası istiqamətində fəaliyyət göstərirdilər. Təbriz Şairlər və Yazıçılar Cəmiyyəti, Gənc Şair və Yazıçılar Cəmiyyəti,
Tehranda Azərbaycan Yazıçıları və Şairləri Cəmiyyəti, müstəqil Azərbaycan Mədəniyyət Ocağı bu qəbildəndir. Lakin mətbuat azadlığı olsa da, bu cəmiyyətlər və mətbuat orqanları daim müxtəlif növ təqiblərə məruz qalırdılar. Həmin cəmiyyətlərdə təmsil olunan bir çox ziyalılar milli dillə bağlı 15-ci maddədən tamamilə fərqli tələblər irəli sürürdülər. Birinci, Azərbaycanlıların dilinin bu xalqın rəsmi dili kimi tanınması. İkinci, Azərbaycanda tədrisin ana dilində aparılması. Üçüncü, milyonlarla Azərbaycanlıların yaşadığı Tehranda iki dilli məktəblərin yaradılması. Sözü gedən mədəniyyət ocaqları, onların nəşr etdikləri qəzet və jurnallar İrandakı Azərbaycanlılar içərisində milli şuurun oyanmasına və inkişafına təkan verdi. Bu dirçəlişin başlıca istiqamətini vahid Azərbaycan milli varlığından çıxış etmək, Azərbaycan Respublikası ilə buradakı soydaşlarla əlaqə yaratmaq, burada mədəniyyət sahəsindəki bütün nailiyyətlərdən bəhrələnmək meylinin güclü olması təşkil edirdi. Mədəni əlaqələrin inkişaf etdirilməsi üçün əlverişli imkanlar yarandı. İnqilabdan sonraki illərdə Məhəmməd Hüseyn Şəhriyarın Heydər Babaya Salam poeması şimallı-cənublu Azərbaycanın mənəvi yaxınlaşmasına güclü təsir etdi. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, siyasi və mədəni əlaqələrin inkişaf etdirilməsi ilə mədəni mənəvi yaxınlaşma meyli artmaqdadır.